Mən bilirsiniz, əslində mühafizəkar düşüncəyə sahib deyiləm. Daha dünyəvi, daha sivil düşüncəyə sahibəm və mən düşünürəm ki, uşaqları daha sərbəst böyütmək lazımdır. Lakin, amma bir məqam var ki, bəzi şeylər var ki, uşaqlıq dövründə, xüsusilə tərbiyə olunan dövrdə onları biz uşaqlara qadağa şəklində qoymalıyıq. Yəni bu pedaqogikada da var, psixologiyada da var, şəxsiyyətin formalaşmasında da var, təbii ki, bunlar. Yəni bəzi məhdudiyyətlər və ya məhrumiyyətlər olmalıdır. Yəni uşaqları sərbəst böyütməliyik deyəndə hər şeyi, yəni bütün neqativlərə də açıq edə bilmərik biz onları. Düzdür, uşaq neqativlə pozitivi görməlidir, yaxşı ilə pisi, səhvlə doğrunu görməlidir ki, bir müqayisə apara bilsin. Yəni biz tam mühafizəkar mövqe tuta bilmərik. Sərbəstlik verməliyik. Sərbəst böyüyən uşaqlar özlərini daha yaxşı tanıyırlar və ya ifadə edirlər, çevrəni daha yaxşı dəyərləndirirlər, həyatda daha yaxşı uğur qazanırlar. Sərbəst düşüncədə böyüyən uşaqlardan söhbət gedir. Amma buna rəğmən mən tərəfdarıyam. Bəli, uşaqların tərbiyəsində bir çox məqamlarda məhdudiyyətlər olmalıdır. Və bu məhdudiyyətlər zor gücünə, qəzəblə, əsəblə, qışqır-bağırla, fiziki təzyiqlə uşağa başa salınmamalıdır. Yəni bu qadağalar daha normal şəkildə başa salınmalıdır. İndi deyirsiniz ki, müəllim, uşaq sözlə başa düşmür. Sözlə başa düşmürsə, sən döyməklə və ya təzyiqlə onu müvəqqəti olaraq deyək ki, istədiyin kimi qadağanı qoyarsan. Yəni əksinə insan psixologiyasında